Bugün sizə təqdim etdiyim xəritə okean və qitələrlə bağlıdır. Xəritə tarixdə baş verən hadisələri daha yaxşı anlamağımız üçün ən mühüm vasitələrdən biridir. İndi gəlin bu xəritəni addım-addım izləyərək həm coğrafi mövqeyi, həm də tarixi hadisələrin gedişini öyrənək. Bu xəritədə gördüyünüz hissələr yer kürəsinin ən böyük torpaq sahələridir və onlar qitələr adlanır. Qitələr insanların yaşadığı, dövlətlərin qurulduğu, mədəniyyətlərin inkişaf etdiyi əsas məkandır. Xəritəyə nəzər salaraq dünyanın neçə qitədən ibarət olduğunu, onların yerləşməsini və xüsusiyyətlərini birlikdə öyrənək. Başlayırıq. Asiya, Avropa, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerika və Antarktida. Baxırıq indi. Asiya qitəsi. Asiya qitəsi bu ərazilərdə yerləşir. Asiya qitəsi dünyanın ən böyük qitəsidir. Əhali baxımından birincidir. Hindistan, Çin, Rusiya kimi böyük ölkələr burada yerləşir. Avropa qitəsi. Avropa qitəsi isə bu ərazilərdə yerləşir. Deməli, Avropa qitəsi elm, mədəniyyət və inkişaf etmiş ölkələri ilə seçilir və kiçik sahəyə malik olsa da dünyanın siyasətində çox təsirli rol oynayır. Afrika qitəsi. Afrika qitəsi də bu ərazidə yerləşir. Ən isti iqlimə malik qitədir. Təbii sərvətləri, səhraları, müxtəlif heyvanları və sair təbiəti ilə zəngindir. Şimali Amerika. Şimali Amerika isə ABŞ, Kanada, Meksika kimi deməli böyük dövlətlər də bu ərazidə yerləşir. Bura isə Qrenlandiyadır. Qrenlandiya coğrafi yer olaraq Şimali Amerika qitəsinə aiddir. Ancaq siyasi cəhətdən Danimarkaya aiddir. Yəni idarə etməsi Danimarkaya məxsusdur. Cənubi Amerika. Cənubi Amerika daha çox Amazon meşələri, Braziliya və böyük çayları, təbiəti ilə zəngindir. Avstraliya isə dünyanın ən kiçik qitəsidir. Bu hissədə Antarktida yerləşir. Antarktida ən soyuq və insanların yaşayışı olmayan qitədir. İndi isə danışırıq okeanlardan. Yer kürəsinin böyük hissəsini su örtür və bu sular əsas okeanları əmələ gətirir. Biz tarixdə bizə ən çox lazım olan okeanlardan danışacağıq. Başlayırıq Sakit okeanda. Sakit okean bu ərazilərdə, bu hissələrdə yerləşir. Atlantik okeanı, Hind okeanı. Eləcə də yuxarıda Şimal Buzlu okean yerləşir. Sakit okean dediyimiz kimi bu hissələrdə yerləşir. Eləcə də burada. Deməli, ən böyük və ən dərin okeandır. Atlantik okean isə bu hissələrdə yerləşir. Atlantik okeanı deməli Avropa, Afrikanı Amerika qitələrindən ayırır. Eləcə də dünyanın ən böyük ikinci okeandır. Hind okeanı. Hind okeanı dediyimiz kimi bu hissələrdə yerləşir. Hind okeanında deməli Asiyanı, Afrikanı və Avstraliyanı bir-birindən ayırır. Yəni onların arasında yerləşir. Bu izahda qitələrə və okeanlara qısa şəkildə baxdıq. Gələn izahlarda isə hər birinə ayrı-ayrılıqda daha geniş baxacağıq.